Salam dostlar. Biz yenə də sizinlə çox nadir hallarda istifadə edilən verinin üstünlük dərəcəsi haqqında məlumat verəcəm. Veri üstünlük dərəcəsində nə zaman işlənər? O zaman işlənər ki, D artiklı verinin önünə keçsin. Struktur D, veri üstünlük dərəcəsi. Bildiyimiz kimi veri adi dərəcədə işlənir, lakin miqlərə ən çaşdırıcı suallardan birisi verinin üstünlük dərəcəsində işlənməsidir. The very best, the very nicest mənası ən yaxşılarından da ən yaxşısı tamamilə ən mənasında işlənir. İki cür dərəcələnən sifətləri siz bilirsiniz. RS, mo, mostla dərəcələnirlər. Sonu Y, LE, IA, OW ilə bitən və bəzi ikicalı sifətlər R-lə, S-lə eyni zamanda mo-mosla dərəcələnə bilir. Bu sifətlərin içərisindən bizim çaşdıra biləcəyimiz untidy'dir. İki cür dərəcələnməsini görürsünüz ekranda. Polite'dir, common'dur. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın, digərləri də faydalansınlar.